biz güç topluyorduk ve ilden ile, aydan aya gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq və əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bugün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik və bu amillər, digər amillərlə bərabər bizi şanlı zəfərə yaxınlaşdırırdı. Azərbaycanda ictimai, siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhuna, vətənə sevgi ruhunda tərbiyə eləmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Və vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı zəfərimizin əsas amillərdən biridir. Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr üçün, böyük coğrafiya üçün əvəz olunmaz ölkəyə çevrildik. Və bütün bu amillərlə bərabər ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdır. Biz güclü ordu, güclü silahlı qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq. Ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişdik. Və bütün bu amillər və digər amillər bizim qələbəmizi, şanlı zəfərimizi şərtləndirmişdir. Ermənistan isə düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdır. Bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdır. Onlar bizi yeni müharibə ilə hədələyirlər. Hətta deyirlər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirlər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirlər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bugün hərbi qənimət parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bugün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər.